Səməd müəllim, deməli sizin Məxməri İctimai Yaşayış Obyektinin kollektivi redaksiyamıza müraciət edibdir. Biz bu müraciətlə əlaqədar olaraq gəldik sizin şikayət olunan obyektə. Şikayətiniz nədən ibarətdir? Özünüzü təqdim eləyəsiniz və problem nədir? Nədən ibarətdir? Hüseynov Saməddin Rəşidoğlu. Şikayətimiz ondan ibarətdir ki, bax bu Məxməri kafesi başda il yarımdır bunlar bu obyekt başlayana fəaliyyətini başda dayandırıbdır. Dayandırıb ona görə ki, göydən tökülən daş, qum içinin üstünə ona görə içi 30 ailə buradan çörək yeyirdi. 30 ailə buradan hər ailədə 5 nəfər sayanda gör nə qədər adam eləyir. 30 ailənin buradan çörəyini kəsdilər. İl yarımda buradan çörək yeyəmir heç bir ailə. Hamı buranın işindən, gücündən əlini soyub, əli soyub, hamı işdən qaçıb. Eyni zamanda obyekt vergi ödəyirdi, vergini də ödəyə bilmir. Vergimizi də vermişik. Vaxtı-vaxtında bütün nə obyektin hansı idarəyə, hansı xidmət obyektlərinin hamısını vaxtı-vaxtında ödəyicisini ödəyibdir. İndi bu günlərsə fəaliyyət dayanıbdır bunların üzvatından. Burada kimdir iş görən? Burada Nazim Quliyev. Nazim Quliyevin də dediyi sözə görə MTK-dır da. Lider MTK tərəfindən Nazim Quliyev güya arxasında dayananı var Fərid Əliyev. Dəfələrlə Fərid Əliyevin adından bizi hədələyir. Kimdir Fərid Əliyev? Bəlkə xəbəri yoxdur onun. Varmı? Yox, mən sadəcə görməmişəm Fərid Əliyevi. Adı ilə bizi hədələdiyinə görə, eşitdiyimizə görə güya prezidentin əmsi oğludur. Nə olar, lap yaxşı. Əksinə kömək eləməlidir problemi. Yox. Yəni bundan nəinki Nazim Quliyevin çox arxalanır. Nazim Quliyev məsəl üçün deyəndə Abdi müəllimin adını hallandırır, icazəsi var eləyirəm. İcra başçısına müraciətiniz olub mu bu barədə? İcra başçısına biz neçə dəfələrlə müraciət eləmişik, prezidentimizə neçə dəfələrlə telegram vurmuşuq, Mehriban xanım Əliyevaya neçə dəfələrlə telegram vurmuşuq. Şəhər Salmanın bu işdən xəbəri var, neçə dəfə telegram vurmuş, neçə dəfə onun qəbulunda olmuşuq Samir müəllimin, sonra Samir Nuriyevin də. Samir Nuriyevin, bəli, neçə dəfə qəbulunda olub, neçə dəfələrlə ərizə şəklində müraciətimizi eləmişik, baxan yoxdur. Bundan hamısının xəbəri var. Şəhər Salmanında yenə deyirəm kimi Samir Nuriyevin də xəbəri var. Abdim Fərzəliyevin də xəbəri var. Sonra Fərid Əliyev deyilənə görə indi bunu Nazim müəllim dəfələrlə hallandırır. Bu insanın biz üzün sifətini görməmişik. Sonra bunun yenə bu prezident aparatının şöbə müdürü idarə etmə Zeynal Nağdəliyevin telegramımızı da vurmuşuq. Neçə dəfə müraciətlərə baxmırlar. Heç kim hələ heç yandan bir səs soraq yoxdur. Cənab prezidentimizə də neçə dəfə telegram vurmuşuq, hələ bir səs soraq yoxdur. Mehriban xanım Əliyevə də neçə dəfə telegram vurmuşuq, neçə dəfə müraciətlər eləmişik hər bir tərəfə, hələ heç bir yandan bir xəbər yoxdur. Mən üzr istəyirəm, bax, burada biz müşahidə elədik, bizim əməkdaşlar da şəkillər, videolar çəkdilər. Tikinti texnologiyasına, tikinti qanunvericiliyinə qəti əməl olunmur. Bax, burada divarla bizim aramızda, onlarla bizim aramızda 20-16 metr, ən aşağısı 16 metr məsafə olmalı. 32 metr mən bildiyimə görə. İndi mən hələ deyirəm, bildiyimin, mən bu işin biraz, mən Məxməri kafesində işləyirəm. Məsafəyə yanı baxanda yarım metrlə divarın altına eşib giriblər divarın altına. Sabahları burada bina tikiləndə, yuxarıdan bəs daş düşəndə... Heç burada yenə deyirəm, həyətdə Məxməri kafesində ona görə heç adam qalmasın. Çünki elə adi bir evdən bir əşya düşsə, hansısa bir insanın üstünə, insandır da. Bayaq orada göstərdilər, yuxarıdan bir lom düşüb, bir nəfərin qolu sınıb deyəsən. Əlində biçmişdi, divarı yenə daş düşdü, bütün... Bu binadan da, bax, gördüyünüz... Həmən bax, bu binadan, Lider MTK-nın bax, bu binasından bütün hər bir tərəfə zədə yetirdi. Heç birinə gedirsən də deyirsən Nazim Quliyevə, get, sözüm var, get Fərid Əliyevə denə. Fərid Əliyevi mən heç görməmişəm, Fərid Əliyevə mən gedim nə deyim? Sadəcə Fərid Əliyevin bizi Allah qorxuzur. Hər bir kəlməsində də Fərid Əliyev, Fərid Əliyev, Fərid Əliyev. Yəni bundan biz yenə deyirəm, bax böyle Abdim müəllimə də, Şəhər Salmaya da Samir müəllimə, sonra hamısına müraciətimiz olubdur. Heç bir baxıntı yoxdur hələ ki heç bir yandan bir səs soraq yoxdur. Öz bildikləri də hər gün belə daşı daş üstündə qoyurlar.
Sonunda sizin kollektivin müraciətində bizdən xahiş edirdilər ki, yəni cənab prezidentə müraciətləri ictimailəşsin. Cənab prezidentdən nə xahiş Biz edirsiniz? prezidentdən, Mehriban xanım Əliyevadan biz kömək istəyirik. Bizə kömək eləsinlər. Biz bunlarla bacara bilmirik. İndi yenə Nazim Quliyevin dediyi ki, Fərid Əliyevlə bizi qorxudur. Xahiş edirəm cənab prezidentimizdən, Mehriban xanım Əliyevadan biz kömək istəyirik. Biz bir loğma çörəyimizi yemək istəyirik, ayrı heç nə. Biz bu boyda binaları bizim qaldırmağa bizim gücümüz yoxdur. Məcburi köçkünlər nə qədər dedilər? Bir 30 ailə 30 deyəsən. ailə bəs deyirəm, 30 ailə məcburi köçkün buradan çörək yeyirdi. İndi hamısının çörəyinə vais olunubdur. Bir nəfər buradan çörək yeyə bilmir. Gördüm bura tamam dağıdılıb. Bir dənə zalı bizim tikməyimiz sökdük, bir dənə letli zal, biz öz zalımızı sökdük. Bir dənə letli zal tikməyə bizə icazə verilmədi buradan. Rayon icra hakimiyyəti tərəfindən, şəhərsalma tərəfindən ki, olmaz, icazə yoxdur. Halbuki bu boyda binalar heç bir yenə qanuna zidd olmadan bu formu Qanuna zidd olaraq daha doğrusu. qanuna zidd olaraq bəli bu formu öz bildiklərində heç kəsi vecinə almırlar. Bir dənə Fərid Əliyev durub dalımızda, Abdin müəllim durub dalımızda, Samir müəllim durub arxamızda. Samir müəllimə də müraciət edirik, deyir o köhnədən verilən güya məndən qabaq kim olubdu? Onun verdiyidir. Bir-birinin üstünə atırlar. Bəli, onun verdiyi qanunlardır. Mən o qanuna gedə bilmərəm. Qanunun üstünə deyə bilmərəm, cizgi çəkə bilmərəm ki, yox işləməyin. Budur. Oldu. Biz də çalışarıq, yəni aidiyyəti ünvanlara sizin. Xahiş edirəm cənab prezidentimizdən, Mehriban xanım Əliyevadan dönə-dönə xahiş edirik, bizə kömək eləsin.